Ona görə digər səhabələr danışanda Uhuddan deyirdilər ki, "Zəlikə yevmun kulluhu li Talha." O gün hamısı Talha üçün idi. Yəni o günün tamamı Talha idi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm Uhuda qalxmaq istədikdə əyilib kürəyini, dizini onun üçün sipər edib ki, qalxsın onun üzərindən dağa çıxsın, əmin-amanlıqda olsun. Və deyib sallallahu aleyhi və səlləm o məqamda onun haqda avcəbəti Talha. Cənnət Talhaya vacib oldu. Amma Peyğəmbər sallallahu aleyhi və səlləmin müdafiəsi haqda nəql olunan Uhud döyüşündə baş vermiş o hadisəyə gəlincə Cəbir ibn Abdillah radiyallahu anhu nəql edir bizə, deyir ki, Uhud günü insanlar üz çevirib geri çəkildiyində Peyğəmbər sallallahu aleyhi və səlləm döyüşün bir kənarında ənsarlardan 12 nəfərlə qalmışdı. Və yanlarında da Talha ibn Ubeydillah var idi. Və müşriklər Peyğəmbər sallallahu aleyhi və səlləmə yetişib onu qətl etmək istədikdə dedi ki, sallallahu aleyhi və səlləm, mən lil qavm, kim onları dəf edər, kim onları qaytarar? Və deyir ki, Talha, mən ey Allahın elçisi, deyir ki ona sallallahu aleyhi və səlləm, sən hələ dayan. Sonra ənsarlardan bir kişi deyir ki, mən ya Rasulallah, və vuruşur, hətta öldürülür. Və sonra müşriklərin gəldiyini görəndə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, kim qövmü qaytarar? Deyir ki, Talha yenə mən ya Rasulallah. Deyir ki, sallallahu aleyhi və səlləm, sən hələ gözlə. Sonra ənsarlardan ikincisi deyir ki, mən ya Rasulallah, və vuruşur, hətta öldürülür. Beləcə 11-12 ənsarın 12'si də qətl edildikdən sonra Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, kim onları qaytarar? Deyir ki, Talha, mən ya Rasulallah. Deyir ki, və deyir ki, ravi, Talha onlarla 11 kişinin vuruşduğu kimi vuruşurdu. Hətta əli vuruldu, yəni əli kəsildi və barmaqları kəsildi. Və ufuldadı. Dedi ki, dedi ki, sallallahu aleyhi və səlləm, ləv qultə bismillah, lərafa'atkəl mələikətu və nəsu yanzurun. Deyir ki, əgər bismillah desəydin, yəni Allahın adını zikr etsəydin, mələklər səni qaldırardı, insanlar da baxardı. Sonra Allah Taala müşrikləri dəf etdi. Yəni geri çevirdi. Həmin döyüşdə vəfat etməyib Talha ibn Ubeydillah. Lakin böyük yaralar